Hamıya salamlar, xoş gördük hamınızı. Bugün mən qat-qat xəmirdən mini kruasanlar bişirəcəm. Bunu hamı eləyə bilər. Yəni adi milföy xəmirləridir, satışda olur. Belə yağlı kağız götürürəm və arasına şokoladlı masla deyirlər, ondan eləyəcəm. Xəmiri belə açandan sonra yayma ilə, oklovla yayıb biraz yekəldirib, belə ikisindən almışam. Yəni kvadratını yox, arasında olub uzun sovlardan yayırıq və qabın içinə pizza kimi də belə üç bucaqlar eləyib, arasına şokoladlı masla sürtürük və mini kruasanları necə bükürlər kruasanı, onun kimi bükür. Yəni hazırlayırıq. Çox asandır, hamınız alıb eləyə bilərsiniz. Yəni uşaqlı evlərdə çox rahatdır məktəbə qoymağa. Gördüyünüz kimi hamısını elədik. Və balaca qəşəng mini kruasanlarımız alındı. Burada mənə Zəhra kömək eləyir. Kruasanların üstünə, hamısına yox, birazına küncüt, ağ küncüt, bildiyimiz ağ küncütdən tökürük. Bu Zəhradır mənə kömək eləyir. Əllərinə sağlıq qızımın. Bir cərgəsinə tökürük, o birlərə yox. Və indi qoyacağıq sobamıza və üstünü yumurtalayacağıq. Qoyuruq sobamıza bişməyə. Sobada bişir. Kruasanlarımız çox gözəl olur. Məktəbə də qoymaq olur uşaqlara, evdə də çayla içməyə. Asan və tez bazar bişirmək olur. Gördüyünüz kimi kruasanlarımız qızarır. Pişdi, hardasa bir 2 dəqiqə pişir. Bunlar üstü küncütlərdir, bu birlər küncütsüzdür. Və qızardı kruasanlarımız. Çox qəşəng görsənirlər. Bunları yığırıq qaba. Əllərinizə sağlıq, bizim əllərimizə sağlıq. Hamıya nuş olsun, hamı bişirsin, yesin. Zəhra da mənə kömək elədi, çox sağ olun. Gecəniz xeyrə qalsın, like qoyub abunə olmağı unutmayın. Sağ olun.